Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabinetinin əmək pensiyalarının təyin olunması, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında edilən yeni dəyişikliklə bağlı izah verib. Turkistan.az məlumat verir ki, bu haqda Nazirlik məlumat yayıb. Belə ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə güzəştli şərtlərlə pensiya təyinatı, digər sənədlərlə yanaşı, onun çalışmış olduğu müəssisə üzrə işə götürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir. Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim olunması mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Onun güzəştli sahədə iş stajının hesablanması isə əmək və məşğulluq alt sistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən, başqa hallarda əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən aparılacaq. Həmçinin yeni qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən, əmək haqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. Əmək pensiyalarının təyin olunması, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında təkmilləşdirmə və uyğunlaşdırma məqsədi ilə digər dəyişikliklər də olunub.